Heç olubmu ki, kimin nəsə danışanda onun yalan danışdığını hiss edəsiniz, amma bunu sübut edə bilməyəsiniz? Və ya birinin sizdən xoşu gəlib gəlmədiyini anlamağa çalışasınız? Bilirəm, hamımız bunu yaşamışıq, amma bugün bu şübhələrə son qoyacağıq. Sözlər yalan deyə bilər, amma bədən əsla. Araşdırmalar göstərir ki, ünsiyyətimizin cəmi 7% sözlərdən ibarətdir. Yerdə qalan 93% isə səs tonumuz, mimikalarımız və bədən dilimizdir. Bugün sizə sadəcə psixoloqların yox, real cinayətkarları sorğu-sual edən FBI, yəni FTB agentlərinin istifadə etdiyi 7 məxfi bədən dili metodunu izah edəcəyəm. Amma diqqətli olun. Bu işarələri tək-tək yox, birlikdə oxumaq lazımdır. Çünki bu metodları səhv tətbiq etsəniz, insanları tam yanlış başa düşə bilərsiniz. Bu videonun sonuna qədər siz qarşınızdakı insanın əsl niyyətini daha aydın oxuya bilən canlı bir müşahidəçiyə çevriləcəksiniz. Hazırsınızsa, başlayaq. Birinci hiylə. Ən dürüst bədən üzvü ayaqlar. İnsanları oxumağa çalışanda adətən hara baxırsınız? Gözlərinə, üz ifadəsinə, səhv edirsiniz. Əslində, ən dürüst bədən üzvünü çox vaxt görməzdən gəlirik. Ayaqları. Keçmiş FTB agenti Joe Navarro deyir ki, bədənin ən dürüst hissəsi ayaqlardır. Niyə? Səbəb çox sadədir. Çünki minlərlə il əvvəl təhlükə hiss edəndə beynimiz ilk əmri ayaqlara verirdi. Qaç ya da dayan. Biz üzümüzü gizlətməyi, saxta gülümsəməyi öyrənmişik, amma ayaqlarımızı idarə etməyi unuduruq. Əgər bir insan sizinlə danışır, bədəni sizə tərəfdir, amma ayaqlarının ucu qapıya baxırsa, bu onun şuuraltı olaraq getmək istədiyini göstərir. Və ya bir qrupa yaxınlaşırsınız. Onlar sizə baxıb gülümsəyirlər, amma ayaqlarını sizə tərəf çevirmirlərsə, pis xəbərim var. Bu o deməkdir ki, siz o söhbətdə arzu olunmaz qonaqsınız. İkinci hiylə. Boyun qoruma refleksi. İkinci vacib məqam sakitləşdirmə hərəkətləridir. İnsan stresə düşəndə beyin avtomatik olaraq bədəni sakitləşdirməyə çalışır. Diqqət edin. Kimsə çətin sual eşidəndə neynir? Əli boynuna gedirmi? Kişilər adətən boyunlarını əlləri ilə örtür və ya qalustuklarını boşaldır. Qadınlar isə boyunbaqları ilə oynayır və ya barmaqları boğazın altındakı boşluğa aparırlar. Boyun bədənin ən həssas nöqtələrindən biridir. Bu, təkamüldən qalma bir refleksdir. Boyun bizim ən həssas yerlərimizdəndir. Təhlükə və ya narahatlıq hiss edəndə onu qorumağa çalışırıq. Əgər həmsöhbətiniz müəyyən bir mövzuda qəfil əlini boynuna aparırsa, deməli dediyiniz söz onu daxildən narahat edib. Bu hər zaman yalan demək deyil, amma mütləq emosional diskomfortdur. Üçüncü hiylə. Dodaqların yox olması. İndi isə dodaqlara baxaq. İnsanların dodaqlarına fikir verin. İnsan negativ xəbər eşidəndə, narazı qalanda, stres keçirəndə və ya nəsə gizlədəndə şuuraltı olaraq dodaqlarını içəri doğru sıxır. Sanki dodaqlar birdən yox olur. Bu hərəkət adətən özünə inamsızlıq və ya daxili etiraz zamanı ortaya çıxır. Məsələn, siz kiməsə qiymət deyirsiniz. O isə əladır cavabını verir. Amma eyni anda dodaqları nazik bir xəttə çevrilirsə, bilin ki, o bu təklifi bəyənməyib. Bu hərəkəti xüsusilə iş görüşlərində, müsahibələrdə və qiymət danışıqlarında çox görmək olar. Dördüncü hiylə. Göz təması mifi. İndi isə ən böyük miflərdən birini dağıdaq. Deyirlər ki, yalançı adam gözünün içinə baxa bilmir. Bu tam doğru deyil. Əslində, peşəkar yalançılar sizin inanıb-inanmadığınızı yoxlamaq üçün gözünüzün içinə normaldan daha çox baxırlar. Bəs o zaman gözlərdə nəyə diqqət etməliyik? Göz qırpmağa. Normal insan dəqiqədə orta hesabla 15-20 dəfə göz qırpır. Amma insan stresdə olanda və ya yalan danışanda bu say kəskin artır. Əgər qarşınızdakı insan qəfil pərvanə kimi göz qırpmağa başlayırsa, deməli beyin həddindən artıq yüklənib. Bir düşünün, siz heç kiminsə sizə normaldan artıq baxdığını hiss etmisinizmi? 5-ci hiylə. Əllər və ovucular. Polis birini saxlayanda ilk nə deyir? Əllərini göstər.
Çünki açıq ovucular mənim silahım yoxdur, mən təhlükəsizəm deməkdir. Ünsiyyətdə də eyni qayda işləyir. Əgər insan danışarkən ovucularını açıq saxlayırsa, bu səmimiyyət əlamətidir. Amma əllər masanın altında gizlənirsə, cibə salınırsa və ya bədənə sıxılırsa, orada gizlədilən nəsə var. Bonus bir detal da var. Barmaq uclarını birləşdirib tutmaq yüksək özgüvən əlamətidir. Bunu adətən rəhbərlər və özündən əmin insanlar edir. 6-cı hiylə. Bədən blokadası. Qolları sinədə çarpazlamaq həmişə pis demək deyil. Bəzən sadəcə üşüyürük. Amma əgər bu hərəkət gərgin bir söhbət zamanı, xüsusilə gərgin məqamda baş verirsə, bu artıq müdafiə mövqeyidir. İnsan özü ilə sizin aranıza psixoloji bir divar çəkir. Belə vəziyyətdə maraqlı bir hiylə var. Əgər bunu görsəniz, ona bir stəkan su verin və ya əlinə bir qələm uzadın. O, qollarını açmağa məcbur olacaq və psixoloji olaraq da fikirlərinizə daha açıq olacaq. Bədən açıldıqca beyin də müqaviməti azaldır. 7-ci və ən vacib qayda. Baza xətti. İndi isə ən vacib hissəyə gəldik. FBI agentləri buna baza xətti deyir. Bir insanın yalan danışdığını anlamaq üçün əvvəlcə onun normal halda necə davrandığını bilməlisiniz. Məsələn, bəzi insanlar həmişə tez-tez göz qırpır ya da həmişə əli ilə oynayır. Bu onun yalan danışdığı anlamına gəlmir. Əsl ipucu dəyişiklikdir. Sakit adam qəfil aqressivləşirsə, çox danışan adam birdən susursa, bax, əsl ipucu buradadır. Bu metodlar 100% sübut deyil, amma real sorğu-sual proseslərində ən çox istifadə olunan müşahidə prinsipləridir. İnsanları oxumaq bir super gücdür. Amma unutmayın, bir tək hərəkətlə hökm vermək olmaz. Bu bir puzzle-a bənzəyir. Parçaları doğru birləşdirmək lazımdır. Bəs siz bu 7 işarədən hansını öz həyatınızda müşahidə etmisiniz? Ən çox hansı sizi təəccübləndirdi? Ən çox hansı sizə maraqlı gəldi? Şərhlərdə yazın, hamısını oxuyuram. Əgər bu video sizə dəyər qatdısa, videonu bəyənməyi və kanala abunə olmağı unutmayın. Gələn videolarda görüşənədək diqqətli qalın.